Dostlar, hər vaxtınız xeyir olsun. Sizinlə Moskvadan vəkillər kolleqasınızı Vəkil Ələkbər Qarayevdir. Dostlar, müraciətim onunla bağlıdır ki, doğrusu 2 gün olar ki bir məlumat aldım və sonra özümə borc bildim ki, mütləq Azərbaycanlıların arasında bu məlumatı yaymaq lazımdır ki, onlar hamısı bundan xəbərdar olsunlar. Söhbət nədən gedir? Demək, belə bir ot var, hamınız bunu yaxşı tanıyırsınız. Buna Azərbaycan dilində üzərik deyirlər. Bu üzərik Rus dilində isirik qarmala deyirlər bunun adına. Hansı ki bu otun tərkibində narkotik vasitə var. Yəni bu otun tərkibində həmin narkotikdən var. Karmin və karmalin buna deyirlər. Bir Azərbaycanlı əslən Azərbaycanlıdır, amma Qazaxıstan vətəndaşıdır, Qazaxıstanda yaşayır. Bu demək özünə təzə maşın alır və bunun bacısı bunun maşınına göz dəyməsin deyə bunun maşınına götürür həmin bu üzərikdən 30 qram, bir buçuk da yığır, asır oradan. Bu gəlir Rusiya sərhədini keçir. Yəni Rusiya ilə Qazaxıstan arasında sərhəd quruyorlar açıqdır. İnşallah bizdə də açılar. Gəlir keçir, gəlir Novosibirsk şəhərinə. Bir neçə gündən sonra qaydanda bunu sərhəddə saxlayırlar və görürlər ki, həqiqətən də bu narkotik maddə olan tərkibində istirik bunun maşından asılıqdır. Və bunu həbs edirlər. Artıq o şəxs türmədədir. Ona həbs qəti imkan tədbiri seçiblər və həmin maddə ilə ona 10 ilə qədər iş düşür. Yəni fikirləşin ki, bu nə qədər ciddi məsələdir. Ona görə də yəni ola vətəndaşlarımız bunu bilməlidirlər. Bu dəqiqə Litvada, Rusiyada, Ukraynada və Gürcüstanda bu otu həmin ölkələrə aparmaq qətiyyən olmaz. Çünki sizi cinayət məsuliyyətinə cəlb edə bilərlər. Çox xahiş edirəm bunu bütün tanışlarınıza, başqa ölkələrə getməyə hazırlaşan, xüsusən Rusiya gələnlərə mütləq, yəni ki, təyyarədə gələndə o öz bagajlarında, çamadanlarında bir az da olsa gətirməsinlər. Yəni bunu insanlar başa düşməlidirlər ki, həmin o gətirdikləri üzərik əgər gözdəymədən qoruyursa da, onda demək 5 ildən 10 ilə qədər onda mütləq onu qoruyacaqdır o insanı. Çünki o adam artıq türmədə olacaqdır. Yəni bu bir acı bir yumor kimi deyirəm sizə. Ehtiyatlı olun, hamıya paylaşın, xahiş edirəm sizdən. Yox, əgər kiminsə harasa da problemi olsa, yəni bu məsələ ilə bir vəkil ki, mənə müraciət edə bilərsiniz. Nömrəndə 8 985 228 0007. Sağ olun.